Herkese salam dostlar. Bugün sizlerle birlikte Mr. Korkus adında bir kanalı tənkid edəcəyik. Əslində belə bir kanalı tənkid etmək fikrim yox idi. Ancaq özü etkileşim üçün tənkid edilmək istədiyini və özünü tənkid edənlərə video düzəltəcəyini və onların videolarını canlı yayında izləyəcəklərini demişdi. Gəlin videoya keçək. Mr. Korkusuz bir Türk kanalıdır və o da mənim kimi tənkid videolar çəkir. Həmçinin podcast videoları və gündəm videoları da çəkir. YouTube'da tam olaraq 15.000 abunəsi var. Amma məndən axırıncı baxanda 5.000 abunəsi var idi. Çox tez irəliləyiş edib. Fikirlərimiz çox vaxt eyni olur. Bəzi məsələlərdə ondan ayrı düşünə bilirəm. Ancaq onun bir problemi var ki, çox vaxt uşaq kanallarını tənkid edir. Məncə daha ciddi problemləri və daha ciddi kanallara tənkid etmək daha uyğun olar. Bəzi valideynlər var ki, uşaqlarını videolar üçün çox fazla istifadə edirlər. Sırf uşaq videoları çəkirlər deyə öz uşaqlarını gecə-gündüz çəkirlər və o da bunları tənkid edir. Amma bunlar ağıllanmayacaq. Məncə daha da yaxşı və daha da böyük kanalları tənkid etmək daha maraqlı olacaq. Onun sadəcə bir videosunda həqiqətən heç bir fikri ilə razılaşmamışdım. O videosu da Charm Coil haqqında idi. Charm Coil haqqındakı videoda Enes Batur'a ne aldığını çəkdiyi bir videosu var idi və o bunu tənkid etmişdi. Ancaq məncə burada tənkid ediləsi bir şey yox idi. Çünki Enes Batur'un niyə bu qədər dəyişdiyini başa düşmək üçün o bir araşdırma edib və bunlardan danışmalı idi. Yəni şəxsi şeylərdən danışmalı idi. Düzdür, etdiyi biraz səhv hərəkət idi. Ancaq məncə bunda tənkid ediləsi bir şey yox idi. Sadəcə gündəmdə video çəkə bilmədiyi üçün yeni bir video çəkməyi lazım idi və gündəmdə olan bir şey çəkmişdi deyə düşünürəm. Amma yenə də Mr. Korkusuz mənim ən sevdiyim tənkid kanallarından biri olaraq qalacaq. Mr. Korkusuzun etdiyi çox qəşəng bir hərəkət vardı. Maddi Ahmet Minguzinin qatillərinin cəzası açıqlandığında Mr. Korkusuz profil şəklini Maddi Ahmet Minguzinin şəkli etmişdi. Həqiqətən çox incə bir hərəkət idi. Diqqət etsəniz əgər, mənim profil şəklimdəki qızın da gözünün altında Maddi Ahmet Minguzinin gözlərinin altında olduğu kimi qara bir ləkə var. Mən onu bilərək etmişəm. Maddi Ahmet Minguzini heç vaxt unutmayacağımızı göstərmək üçün etmişdim. Eyni ilə onun etdiyi kimi. Əminəm ki, Mr. Korkusuz çox daha iləri yerlərə çatacaq. Mən ona uğurlar arzulayıram. İndi bizə ayrılan vaxtın sonuna gəldik. Sağ olun. Görüşərik.